12-ci Qlobal Bakı Forumu aktual qlobal problemləri həll etmək üçün yüksək səviyyəli rəsmləri və siyasətçiləri bir araya toplayıb. Dünya naminə yenidən düşünmək, çağırışları imkanlara çevirmək mövzusu keçirilən forum Euronews və digər xarici media subyektlərində geniş işıqlandırılıb. Bu isə Bakı Forumunun beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirir. 12-ci Qlobal Bakı Forumu beynəlxalq mediada böyük əks-səda yaradıb. Tədbirin bitməsinə baxmayaraq, müxtəlif xarici media subyektləri forum barədə yazılar dərc etməyə davam edirlər. Forum müzakirələrində Avropa İttifaqının genişlənməsi, Cənubi Qafqazda regional təhlükəsizlik və münaqişədən sonraki sabitlik müzakirə edilib. Bu sözlər Euronewsun yazısında öz əksini tapıb. Əvvəlki forumlarda olduğu kimi bu tədbirdə də forum beynəlxalq gündəlikdə duran əsas məsələlərin müzakirəsi üçün mükəmməl platformaya çevrilib. 12-ci Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcəyi paktı, postmünaqişə dövründə bərpa quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olundu. Elə dünya mediasının hələ də diqqətini çəkməsi də bütün bunlarla bağlıdır. Tədbir beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaratdı. Bu dünya mediasının diqqətindən də yan keçmədi. Aradan təqribən 10 gündən artıq müddət keçməyinə baxmayaraq, qlobal forum, burada müzakirə edilən məsələlər, Azərbaycanın mövqeyi bugün də dünyanın diqqət mərkəzindədir və dünyanın gündəmindədir. Qlobal forumun artıq 12-ci dəfə keçirilməsi və hər dəfəsində də Bakının bütün dünyaya çağırışlar etməsi əlbəttə ki, böyük bir əhəmiyyət daşıyırdı və bugünkü dəyişən dünya şərtləri altında, dəyişən dünya düzənində, dəyişən dünya sərhədləri çərçivəsində yenidən deməli müzakirəyə çıxarılması məsələlərin əlbəttə ki, 2 qat əhəmiyyət daşıyırdı. Qeyd edək ki, sözü gedən forumda yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal səhiyyə böhranları və onların həlli yolları da diqqət mərkəzində olub. Bu mühüm beynəlxalq tədbir sülh, təhlükəsizlik və dayanıqlı inkişaf mövzularında qlobal dialoqa və əməkdaşlığa töhfə verməyi hədəf seçib.